Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'ya çoxlu şükürlər olsun bütün nemətlərinə görə. Allah Teala bizə böyük nemətlər verib. Və həmçinin Allah Teala qardaşın evinin malına bərəkət versin. Və sonra sevgili qardaşlar, bilirsiniz ki bizi yaratan Rabbimiz Allah. Allah Teala bizi yaradıb və bizim üçün yol göstərib və yol göstərən peyğəmbərlər göndərib insanlara. Və bizim üçün də bəşəriyyətə gələn bütün qiyamət gününə kimi olan Muhammed sallallahu aleyhi və səlləmi seçildi. Və ümumiyyətlə peyğəmbərlər Allah tərəfindən seçilmiş ən ədalətli, ən şərəfli, ən doğru, düzgün, dürüst insanlardır onlar. Və bilirsiniz ki, peyğəmbərlər həm mələklərdən olur, yəni elçilər. Məsələn, Cəbrayıl əleyhissalam vəhiy gətirən elçisi idi və insanlardan da olur. Məsələn, İbrahim, Nuh, Musa, İsa, Muhammed sallallahu aleyhi ve sellem, Yusuf, Yunus və s. Və Allah subhanahu ta'ala onları göndərir insanlarla Allah arasında əlaqə qurmaq üçün. Yəni Allah Taala'nın vəhiylərini çatdırmaq üçün. Əlbəttə ki, Allah subhanahu ta'ala istəsə hər cürə vasitələ insanları idarə edir və insanlara çatdırır. Sadəcə bu Allahın hikmətidir. Allah Teala insanları göndərib və Allah Teala insanları fitrətlə yaratır. Və fitrəti də nədir? Fitrətdə Allah Teala ona yaxşı və pis şeylər də qoyur. Yəni fitrətində onu ancaq şuurla, Allah Teala yaradıb və şuuru da verib ki, o seçsin. Məsələn, yaxşı şeylər də var, pis şeylər də var qarşıda və ona şuur da verib ki, onun fitrətində o seçə bilsin. Və əgər insan seçmirsə, onun özündədir problem. Və Allah subhanahu ta'ala istədiyinə hidayət verir, istədiyinə hidayət vermir. Və Allah Teala dünyada istədiyinə də dünyanı verir, istəmədiyinə də sadəcə imanı istədiyinə verir. Və ona görə də əgər sən hidayət əhlindən müsəlmansansa, Allah subhanahu ta'ala'nın sənə verdiyi bir nemətdir. Ona görə də Allah'a çoxlu şükür edəməlisən. Peyğəmbərlər də Allah subhanahu ta'ala'nın insanlara Allah tərəfindən onun əmrlərini çatdıranlardır. Və əlbəttə ki, onlar ən yüksək yerdə olurlar, həmişə uca məqamda olurlar. Və ayətlərdə də görürsünüz ki, Allah subhanahu ta'ala həmişə peyğəmbərləri, şəhidləri və məsələn, siddiqları həmişə bir yerdə onları çəkir. Və bilirsiniz ki, peyğəmbərlərin missiyaları var, onları nə çatdırırlar? Allah Teala'nın əmrini çatdırırlar. Və insanlara doğru yol, halalı, haramı, doğrunu, düzgün, insaf, pisi, yaxşını, cənnət, cəhənnəm, bunları hamısını insanlara çatdırırlar. Və əgər onlar olmasa, insanlarda ümumiyyətlə anlayış deyilən bir şey olmaz. Yəni, əlbəttə ki, Allah subhanahu ta'ala elmdir və bununla insanlara göndərir. Və həmçinin dediyimiz kimi, onlar bütün Allah tərəfindən göndərilən risaləni tam şəkildə çatdırırlar. Peyğəmbərlər, onlar çatdırırlar. Onların işi Allah Teala göndərir, əmri və onlar çatdırır və biz onu yerinə yetirməliyik. Onların təbliğatı, işləri odur ki, Allah tərəfindən o əmrləri çatdırsınlar və onlar da tam kamil şəkildə çatdırırlar. Həmçinin bilirsiniz ki, peyğəmbərlər çatdırır və qiyamət günü elə peyğəmbər gəldi ki, ona bir neçə nəfər olacaq, beləsi gəldi ki, bir nəfər olacaq və s. Və onlardan Allah Teala soruşacaq ki, siz çatdırmışsınız bu risaləni? Onlar deyəcəklər ki, bəli, biz çatdırmışıq, amma qovmu deyəcək, yox, çatdırmayın. Və Allah Teala deyəcək ki, peyğəmbərə, bəs sizin dəliliniz nədir ki, siz çatdırmışsınız? Deyir, Muhammedin ümməti sallallahu aleyhi ve sellem. Və bu ümməti çağıracaq, bəli, onlar çatdırırlar. Və biz indidən şəhadət veririk ki, Allah Teala tərəfindən seçilən peyğəmbərlər öz risalələrin tam şəkildə çatdırırlar. Allah Teala bizi qiyamət günü şəhidlərdən eləsin. Və elhamdülillah, bu ümmətin fəziləti də həm də ki, başqa ümmətlərə şahid kimi şahidlik edirlər və peyğəmbərlərin
yanında oldular. Və bilirsiniz ki, bizim imanın şərtlərindən də birisi odur ki, Allahın kitablarına iman və Allahın peyğəmbərlərinə iman. Yəni, Allah tərəfindən göndərilən peyğəmbərlər. Və onlar həmçinin gözəl əxlaq sahibləri olurlar. Dediyimiz kimi, ən düzgün, ən doğru yolda olanlar olur. Onlar yəni heç vaxt yalan danışmazlar, heç vaxt onlar insanları özünə ibadət eləmək üçün və yaxud da pul məqsədi güdmək üçün və s. Dünya həyatı üçün heç vaxt ondan istifadə eləməzlər. Onlar ən ədalətli, ən düzgün, ən saf insanlardır. Və ona görə də biz də nə deyir, iman gətirmişik ki, həqiqətən də Allah Taala'nın onlar peyğəmbərləridir. Və onların da hamısının əsas çatdırdığı şeylərdən birincisi, bütün peyğəmbərlər nə çatdırırdı? Allaha ibadət etmək. Birinci, yəni əqidə hamısında eyni olur. Yəni hamısı tək olan Allaha ibadətə çağırıb insanları və Allah Taala'nın əmrlərini yerinə yetirməyi. Sadəcə şəriətlər dəyişilib. Məsələn, Allah Taala Quranda buyurur ki, biz bilirsiniz ki, Ramazan ayındayıq və 15-ci orucumuzdur. Artıq yarı olub Ramazan. Allah bizə güc versin, tamamlayaq və Allah Taala bizi qazananlardan eləsin. Allah Taala Quranda buyurur ki, ya eyyuhellezine amanu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tattaqun. Ey iman gətirənlər, sizə və sizdən öncəkilərə oruc tutmaq vacib olduğu kimi sizə də vacib oldu. Yəni sizdən əvvəlkilərdə, deməli bizdən əvvəlkilərdə də Allah Taala'ya oruc tutmaq var idi. Sadəcə bəzi hallar dəyişildi. Məsələn, onlarda belə idi ki, əvvəl oruc tutmaq. Məsələn, bizdə sahur eləyirsən, səhər yeyirsən, dan yerinə kimi. Və bir də gün batana kimi oruc tutursan. Yəni, heç bir şey qəbul eləmirsən, yeməkdən, içməkdən, şəhvətdən bunları tərk edirsən. Amma onlar o vaxtı belə idi ki, əgər yatdınsa, artıq sabahki orucu keçirdi. Amma Allah Taala bizi sən rahatlaşdırdı. Yatırsan da, durursan da, durub nədir, həmin vaxtda, gecə hamısı vaxtına az qalmış səhərə yaxın, dan yerinə nə bilərsən. Görürsən, eyni şeydir, oruç tutmaq sadəcə onlarda əksinə çətin idi, bizdə aslında asanlaşdırdı. Yəni, əsas o idi ki, onlar Allah üçün Allahın əmrini yerinə yetirməyə əmr edirlər. Birinci, hər bütün peyğəmbərlərin işi nə idi? Missiyası o idi ki, onlar Allah Taala'ya ibadətə çağırırlar. Allah'ı insanlara tanıtırlar. Yəni, Allah Taala'nın əmrlərini çatdırırlar. Allah Taala'nın sevgi yaradırlar qəlblərdə. Və ona görə də nədir? Bütün peyğəmbərlər yəni, bu yolda idilər. Və onlar əlbəttə ki, hamısı da əziyyət çəkib və ən çox əziyyət çəkənlərdən birisi Muhammed sallallahu aleyhi ve sellem'dir və bugün də görürsünüz ki, onun haqqında, onun əhl-i beyti haqqında nələr deyirlər. Elhamdülillah, amma o ondan uzaqdır və həmçində o ən uca məqamdadır. Onların nəticədə nə deməklərdir, ona heç vaxt zərər yer vermir. Elhamdülillah, o həmişə saf insanların qəlbində yəni böyük bir yerə malikdir Allahın izni ilə. Və həmçinin bilirsiniz ki, İbrahim Aleyhisselamı oda atdılar. İsa Aleyhisselamı çarıqlığa çəkmək istəyirlər, yəni onlara görsəndi və s. Yəni Musa Aleyhisselamı bilirsiniz ki, öldürmək istəyirlər, dəniz yarıldı, möcüzələr və yəni bunlar hamısı əziyyətlə bu risaləni çatdırıblar. Və həmçinin dediyimiz kimi onlar insanlara əxlaqı da öyrədirlər, əsas bir şeylərdən. Yəni bu ümumiyyətlə təkcə Allaha ibadət etməyə yox, yəni yaşayış tərzlərində olan insani keyfiyyətləri hamısı oradan olur. Biz bu günləri görürsən ki, bəzi məsələlər hamısı yəni bu Allah Taala'nın kitabından, yəni onun dinindən götürürlər hər şeyi, çox şeyləri və onlar neyirlər? Bunu özləri istədikləri kimi çevirib sonra tətbiq edirlər. Əlbəttə ki, bu həmişə yararlı olur. Yəni istifadə edirlər. Elmi işlərdə də istifadə edirlər, bilirlər. Məsələn, bəzi 100 il bundan qabaq, 50 il bundan qabaq yaşayan məsələn şairdir, yazıcıdır. Baxırsan ki, o sözü təhrif edib, Peyğəmbər sallallahu əleyhi və səlləmin sözünü çatdırır. Təhrif edib. Yəni o, yəni biri 100 il bundan qabaq yaşayıb, 50, biri 1400 il bundan. Hansının sözü daha deyəcək? Əlbəttə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm və həmçində ondan əvvəlkiləri Peyğəmbərlərin. Və həmçində bizə də borcumuzdur ki, biz onların yoluna və xüsusən də Muhammed sallallahu əleyhi və səlləmin əlbəttə ki, yəni onlar nəsx deyirlər, yəni onların hökmü, yəni onların qanunları dondurulub, dayanıb və onların nədir? Qanunları dayanıb, yəni silinib və hökmdə olan, qüvvədə olan din İslam dinidir. Və ona görə də biz də bu yolu nədir? Getməliyik
və onların ardınca və Peyğəmbər sallallahu bizə öyrədib və onlar bizə gözəl nümunədir. Məsələn, İbrahim əleyhissalam tövhiddə, məsələn, görürsən, bütlərə qarşı nə cür idi və onu oda atdılar. Amma öz dinindən dönmədi, saf dinindən. Allah Teala oda onun üçün nə elədi? Sərin etdi. Yəni, onlar hamısı, yəni, bunlardan ibrət almalı. Nuh əleyhissalam, oğlu elə bildi ki, dağa çıxacam, demə, sudan qorunacam, dünyanı bütün su bastı və s. Və Muhammed sallallahu aleyhi və səlləm də nə qədər çətinliklərlə bizə bu dini çatdırıb və biz də bundan nümunə götürməliyik və öz yaşayış tərzimizi buna uyğun etməliyik. Və bu ən xeyirli yoldur, həm dünyamız üçün, həm axirətimiz üçün. Onları sevmək imandandır, onları həmişə uca tutmaq imandandır və onları həmişə təbliğ etmək imandandır və həmçinin onların doğru düzgün yolda olması, bayaq dediyim kimi, haqqı ilə risalələri çatdırması qövmünə, yəni bunda bilməliyik və deməliyik. Elhamdülillah və sonda dediyimiz kimi bu ümmətin Muhammed sallallahu aleyhi ve sellem yəni bəşəriyyətə, ümməti bəşəriyyətə gələn, cinlərə və insanlara gələn Peyğəmbərdir. Allah Teala bizi sabit eləsin dinində və Allah Teala bizi nəbilərlə, sıddıqlarla, şəhidlərlə bir yerdə etsin. Və Allah Teala ölkəmizə əmin-aman içərisində etsin. Allah əskərlərimizi qorusun, xəstələrimizə şəfa versin. Allah ölkə başımızı qorusun. Allah bütün müsəlmanlara kömək olsun. Subhanəkallahumma bihamdik, nəşhədu an la ilahə illə entə nəstəğfiruka və nətubu ileyk.